Bəli, Avropa liderlərinin Trump administrasiyasının iqtisadi təhdidlərinə cavab üçün 3 əsas seçimi var. Əgər onlar yanlış addım atarlarsa, Trump Qrenlandiyaya nəzarətə cəsarət edə bilər. Buna qarşı çıxan 8 Avropa ölkəsinə 10% ticarət rüsumu tətbiq ediləcəyi elan edildikdən sonra Avropa Birliyi rəsmiləri cavab üçün hansı tədbirləri görməli olduqlarını müzakirə etməyə başladılar. Onların əsas 3 seçimi var. Qeyd edeyim ki, bunun birincisi ticarət bazukası adlanan əvvəllər heç vaxt istifadə olunmamış vasitələrdən istifadə eləmək. Bu vasitə Birləşmiş Ştatlar şirkətlərinin Avropa Birliyi bazarına çıxışını məhdudlaşdırmağa qədər gedib çıxa bilər. Əks ticarət rüsumları tətbiq eləmək, üçüncüsü isə hələ qüvvəyə minməmiş Avropa Birliyi Birləşmiş Ştatlar ticarət sazişini dayandırmaq. Avropa Birliyi dövlət və hökumət başçıları cümə axşamı samit üçün toplaşacaqlar. Trump'ın təhdidlərinə cavab olaraq blokun hansı variantdan istifadə edəcəyini koordinasiya etmək üçün tələm-tələsik təşkil olunmuş nahara qatılacaqlar. Danimarka baş naziri həftə sonu bildirdi ki, Avropa şantaj edilə bilməz. Almaniya kansleri Friedrich Merz isə bildirdi ki, biz Birləşmiş Ştatlarla ticarət mübahisəsi istəmirik, amma mübahisə artıq yaranıb. Danimarkadan sonra Trump'ın rüsumlarını Norveç, İsveç, Fransa, Almaniya, Niderland, Böyük Britaniya, Finlandiyaya da tətbiq edildi və onlar əvvəlki həftə Qrenlandiyaya bir neçə hərbi nümayəndə göndərmişdilər. Bu addımı deməli Danimarkaya həmrəylik göstərmək üçün atmışdılar. Və indi Brüsseldə isə hər kəsin dilində ticarət bazukası ifadəsi var. 2023-cü ildə qəbul edilmiş texniki Avropa Birliyi qanunu üçün bu danışıq dilidir. Rəsmi adı isə Avropa məhkəmə zorakılığına qarşı alət adlanır. Bunun işə salınması Avropa Komissiyasına istənilən hədəf ölkəyə qarşı geniş miqyaslı ticarət maneələri tətbiq etməyə imkan verir. O cümlədən bazara çıxışın məhdudlaşdırılması və xarici investisiyaların bloklanması. Belə, mənim çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə. Təşəkkür.